Salam əziz dostlar, yeni bir video ilə qarşınızdayam. Bildiyiniz kimi, ötən videoya baxanlar yaxşı bilir ki, ötən videoda sizə qızıl və Amerika dolları arasında olan rəqabət barəsində bir analiz təqdim etmişdik ki, orada qızılın bir miqdar geri çəkilməsini proqnoz etmişdik. Və həmin o analiz özünü doğrultdu və elə həmin videonu paylaşdığımız gün ərzində 1 saatlıq qrafik üzərində bu analizi etmişdik. Qrafiki analizi paylaşdığımız gün ərzində elə göstərdiyimiz səviyyəyə doğru bir geri çəkilmə edərək 1400 punktluq bir profit verdi. Və orada əməliyyat açanların da riski idarə edərək, riski minimuma endirərək əməliyyat açmalarını tövsiyə etmişdik. Və şükür Allaha ki, düşüncəmiz bizi yanıltmadı və gözlədiyimiz səviyyəyə doğru bir geri çəkilmə müşahidə olundu. Bugünkü qrafikdə yenidən qızılın Amerika dollarına olan Amerika dolları ilə olan rəqabətinə nəzər yetirəcəyik. Və hal-hazırda 1 saatlıq qrafikə baxırıq və bu qrafikdə gördüyümüz kimi bir neqativ uyğunsuzluq var. Buradan baxanda görürük ki, burada bir yüksələn təpə formalaşsa da qrafik üzərində, göstərici tərəfdə, altdakı ikinci indikatorda burada bir düşən təpə forması müşahidə olunur. Və bu da qiymətdə həcmin aşağı düşməsinə baxmayaraq qiymətin yuxarı doğru getdiyini göstərir. Və hal-hazırda burada nəzər yetirsək görərik ki, burada bir akkumulyasiya dönəmi var, yəni toplanma dönəmi var. Bu da qiymətin artıq orada bir dirənclə üzləşdiyini, yəni alıcılar və satıcılar arasında bir balansın təmin olunmasını tələb edir qiymət. Çünki həmin səviyyəyə qalxır və yenidən düşür və müəyyən bir qiymət aralığında, kiçik bir diapazonda qiymət hərəkət edir. Burada biz onu deyə bilərik ki, demək, bu neqativ uyğunsuzluq buradan indikator tərəfdə baxanda bu xətt buraya gəlib, sonra yenidən aşağı doğru istiqamətlənəcək böyük ehtimal. Və qızılın burada, bunları bir dəqiqə silək, qalsın. Bunu da silək. Demək ki, burada ilkin geri çəkilmə həddi bura olaraq bilinir, yəni 3016 həddi. Bu da hal-hazırki vəziyyətdən 800 punktluq bir geri çəkilmə deməkdir. Amma əsas trendə baxanda, əsas trend hal-hazırda yuxarı doğru hərəkət edir. Buradan görə bilərsiniz. Burada olan bənövşəyi və ağ xəttli göstəricilər trendin orta səviyyədə yuxarı doğru hərəkətini göstərir. Lakin bu akkumulyasiya yeri, yəni toplanma yeri bizə işarət edir ki, həmçinin neqativ uyğunsuzluq bizə işarət edir ki, bu qiymət bir miqdar geri çəkiləcək və bu geri çəkilməni də bir fürsət olaraq görürəm. Ona görə də sizinlə paylaşmaq istədim. Yenə də bildirirəm ki, analizlərdən zamanında xəbərdar olmaq üçün kanala abunə olmağı və videolarımızın daha çox insana çatması üçün videoları bəyənməyi, videoların altında rəy bölməsində öz fikirlərinizi mənfi, müsbət fərq etmir. Biz hər bir fikrə açığıq, yəni heç bir fikirdən tənqid olsun, təbii ki, hər şey ədəb daxilində, heç bir fikirdən, yəni fikrə bağlı deyilik, yəni hər bir fikrə açığıq
Çünki bura bir kanaldır. Əgər nəsə bir səhvimiz varsa, nəsə bir əlavəniz varsa, rəylər bölməsində bildirə bilərsiniz. Növbəti videolarda həmin o rəyləri də nəzərə almağa çalışarıq. Əməliyyat açacaq şəxslərin nəzərinə bu bir yatırım tövsiyəsi deyil, sadəcə olaraq bir məsləhət kimi belə deyək sizə ki, yəni hər kəs öz riskini idarə etsin. Çünki Forex bazarı çox riskli bir bazardır və böyük lotlarla əməliyyat açıb balansınızı itirmə riskiniz var. Təbii ki, bizim etdiklərimiz də bir analizdir. Biz market maker deyilik və bazarı idarə etmirik, qiymətləri idarə etmirik. Sadəcə analizlərimizin olası bir potensial nəticəsini sizlərlə paylaşırıq ki, sizlər də buradan fayda apara biləsiniz. Ona görə də hər kəs öz riskini minimum etsin, minimuma indirsin və ona uyğun əməliyyat açsın. Hər kəsə bol qazanclar. İnşallah ki, bu əməliyyatımız da sona çatdıqda, uğurla bitdikdə yenidən kanalda yeni bir göndəri şəklində məlumat paylaşılacaq. Hər kəsə bol qazanclar. Sağ olun, salamat qalın.